Herkese salamlar dostlar. Bu günləri ulduzların yaşayışı və ölümü haqqında sizə məlumat verəcəm. Videoya keçməzdən əvvəl kanalımıza abunə olub like atmağı unutmayın. İndi haydi videomuza keçək. Hər bir ulduz kimi bizim günəşimiz də bir ulduzdur. Bəli, bəzi insanlar var, onlara deyir ki, günəş başqa, ulduz başqa, amma Günəş ilə ulduz ikisi də eyni şeydir. Yəni bizim ulduzumuzun adı Günəşdir. Belə demək olar. Günəş ilə bizim aramızda olan məsafə tamına işığın 8 dəqiqə 20 saniyədə qət etdiyi məsafədir. Bəli, belə demək olar. Bizə ən yaxın olan ulduz 3 yox, üzr istəyirəm. 4,2 işıq ili uzaqlıqdadır. Bilirsiniz bu nə deməkdir? Bir işıq ilinin uzunluğu ekranda gördüyünüz kimi belədir. Amma Alpha Centaurus ilə bizim aramızda məsafə belədir. Yəni yaxşı oraya yazılıb yaxlaşıq türkcədir, üzr istəyirəm. Yəni təxminən 40 trilyon deməkdir. 40 trilyon. Eynilə o kələr, dünya elə bil dünya qaz buludlarından və günəşlərdən ibarət olan qalaksi dediyimiz onlardan ibarətdir. Biz isə məhəllədik, yəni hansısa bir kənddə, məsələn günəş sistemi bir kənddir. Planetlər isə onların bir ev kimi fikirləşmək olar. Biz isə planetlərin içində olan ölkələr kimi. Bəzi tək günəş sistemləri olmur. Bəzi günəş sistemləri var, ikili günəş sistemləridir. Onlar bir kütlə çəkimdə sıxışıb, bir kütlə çəkimin ətrafında və ya ikisi bir-birinin ətrafında fırlanır. Bəzi təkcə günəşimizdən kiçik günəşlərmi, yəni ulduzlarmı çoxdur, yoxsa böyük? Əlbəttə ki, kiçik daha çoxdur. Şəkildə gördüyünüz kimi orada O, B, A, F, G, K, M şəklini görürsünüz. Onlar təzə olmuş, normal yaşamına davam edən ulduzlar OB qrupuna aiddir. Ortalama artıq hidrogenin səviyyəsi artmışdır və G-də isə indiki günəş və M ilə K-də də artıq ulduzun yandırmağa enerjisi olmur. Ulduzlar da insanlar kimi körpəlik, uşaqlıq, yetkinlik, gənclik və yaşlılıq halları olur. İndi bu şəkildə O ulduzu və M ulduzu var və B, A, F, G, G, K. O burada gördüyünüz kimi o ulduzu ən böyük, M ulduzu isə ən kiçikdir. Sizdən sual verirəm, ən çox enerjini hansı yandırır? Bir də onu yandırıb cavab verin. Sizin cavablarınız ən önəmli mənim üçündür. Orada ən çox yaktığı O, ən az isə M yandırır. O daha böyük olduğu üçün daha böyük bir motor daha çox enerji yandırar benzin. Daha az kiçik bir motor isə daha az enerji yandırar. Quyruqlu ulduz nə deməkdir? Quyruqlu ulduza niyə quyruqlu? Günəşimiz ona istini verir. Onun üstündəki buz nədir? Krakerləri əriyir və toz kimi ətrafa saçılır. Bu da quyruqlu ulduz sayılır. Günəşimizin yaşı indi bu dəqiqə 9,5 milyarddır və onun ümumilikdə yaşayacağı ömür 9 milyard ildir və səthi 5500 Selsi dərəcəyə qədər çıxa bilir. Yəni günəşimiz görün nə boydadır. Onun nədir? Yəni nüvəsi isə 15 milyon Selsi dərəcəyə qədər gəlib çıxır. Bir nebula və onun içindəki bu cazibə qüvvəsi onu içərisinə çəkərək yeni bir ulduz əmələ gətirir və ulduz böyüyür və ən axırda deyilən qırmızı səth deyilən ona gəlir. Yəni xarici böyüyür, içi isə içə çökür. Ən axırda ulduz supernova edərək əvvəlki halına qayıdır və beləcə ulduz
neutron ulduzuna çevrilir. Bir ulduz ölməzdən əvvəl onun daxili bax belə olur. Birinci helium qatı, yəni ulduz birinci heliumdan ibarət olur. Sonra helium parçalanaraq hidrogenə çevrilir. Sonra hidrogen parçalanaraq karbona, oksigenə, oksigen fosfora, karbon isə kükürt deyilən S ilə işarələnmişə çevrilir. Oksigen isə Si var orada. Yəni fosfora çevrilir. Daha sonra oksigen neonlara çevrilir. Ən axırda isə kükürdün oksigen ilə magnezium eləyir. Magnezium ilə, üzr istəyirəm, kükürt deyil, fosfor, flor. Magnezium ilə oksigenə çevrilir və magnezium ilə kükürt reaksiyaya girərək dəmiri yaradır və günəş də, ulduz da dəmiri yəni enerji kimi istifadə eləyə bilmədiyi üçün sonda supernova eləyərək partlayır. Və beləcə bu videomuzun da burada sonuna gəlirik. Sağ olun, xoşça qalın. Gələn videolarda görüşənə qədər gələn videonun nə video olmasını xahiş edirəm yorumlarda yazın. Mən sizin istədiyinizi deməkdir. Və sağ olun, bay bay.